Bu yetimlik yaranır, bilirsiniz. Müəyyən yaşdan sonra ata-ana da yetimləşir, uşaqlar da yetimləşir. Bu ailə deyəndə bir neçə nəsli ehtiva edən bir institutdur. İndi məsələn istənilən Azərbaycandan soruşun, ul babasını belə tanımır. Ul nənəsini heç tanımır. 2-3 nəsil o yana heç boylana bilmir və bu normaya çevrildi. Uşağın sağlam böyüməsi üçün onun qardaşları, bacıları olmalıdır. İndi ailələr çox balaca ailələr olur. Bir uşaq, 2 uşaq. Uşaqlar normal böyüyə bilmirlər. Bütün müasir psixologiyanı mən çöpə ataram. Rahatlıqla. Mən başqa bir psixologiyadan danışıram. Min illərin psixologiyasından danışıram. Min illərin sınağından keçmiş bir psixologiya var. Bir də var müasir psixologiya var. Tamaşada bizdə deyir, ot deyiləm ki, yerdən çıxmamışam ki. Bax, indi biz elə ot kimi olduq. Yerdən çıxdıq. Uzun kökümüz yoxdur. Və bu bizim psixikamıza da təsir eləyir, fəlsəfəmizə də, həyat amalımıza da təsir eləyir. Belə insanla yola çıxanmazsan, kökü olmayan insanla. Dərk etmə ağrılıdır. Ona görə məsələn filosofların sayı azdır ki, bu ümumiyyətlə çox ağrılı prosesdir dərk etmək. Bəzən məsələn mənə sual verirlər ki, mənim savadımı yoxlamaq üçün ki, filan filosof filan yerdə nədir? Deyirəm, heç bilmirəm də. Heç onu oxumamışam da, vaxtım da olmayıb oxumağa. Fəlsəfədə sən mütləq bütün filosofları oxumaq zorunda deyilsən. Riyaziyyatda məsələn az qala bütün riyaziyyatın önəmli bəndlərini oxumalısan ki, irəli gedəsən, fizikada da həmçinin. Amma fəlsəfədə, sənətdə sadəcə olaraq sənin qəlbinin, idrakının qapılarını aça biləcək bir-iki müəlliflə tanış olmaq bəs eləyir. Bir-iki adama qonaq olmaq bir neçə il bəs eləyir. Ona görə bu fəlsəfə kəndə oxşuyur. Bu çox göydələn deyil. Ki çox önəmlidir ki, o fenomenal bir nailiyyət qazansın öz professional sferasında, ailədə nüfuz olsun. O nüfuz olmasa, o qidalanmır o mühitdən. O psixoloji xəstəlik tapa bilər. Zaten də tez ölürlər. İndi unisex bir dünyaya girmişik. Və bu unisex dünyada kimin kim olduğu bilinmir. Yeni psixologiya yaratmağasa təbiətin əleyhinə olaraq mümkün deyil. Müasir adamlar bəzən deyir ki, bax, bu o qədər önəmli məsələdir mi, siz müqəddəs kitablarınıza da salmısınız? Bəli, bu o qədər önəmli məsələdir. Çox önəmli, ekzistensial məsələdir. İqlimdə də dəyişikliklər baş verir. Amma bunların bir limiti var. Və o limiti aşarsa, o zaman biz yaşamayacağıq yer üstündə. İnsanın da limiti var, dəyişkənlik limiti var. İnsan öz təbiətindən çox uzağa getməməlidir. Bilirsiniz, karyera kişi üçün nə deməkdir? Kişi üçün xoruzlanmaq vasitəsidir. Kişi çox uğurlu olmalıdır karyerasında ki, dişini cəlb eləsin. İndi qadın böyük bir karyera quranda o ətrafına kişi enerjisi yayır. Deyir ki, mən qəhrəmanam, mən uğurluyam ki, bu energetika yan energetikasıdır da, Çinlilərin dili ilə desək, in energetikası deyil, qadın energetikası deyil. Və karyera quran, uğurlu bir şeylər yaratmaq istəyən qadın ətrafında kişi enerjisini səpələyir və çox zaman kişiləri də cəlb eləyə bilmir o adam. Ailə baxımdan çox da mutlu olmaya bilir. Çox vaxt elə olur. Amma ona görə deyirəm, bu uğuru kişi nə üçün istəyir, bu bəllidir. Onun seksual həyatının məqsədidir bu. Ki, çoxlu para qazansın, uğurlu bir kişi təəssüratı yaratsın ki, əks cinsi cəlb eləyə bilsin. Qadının eyni davranışa girməsi ona həmən nəticəni vermir. Bunlara münasibətiniz nədir və fəlsəfə nə deyir bundan bağlı? Fəlsəfə nə deyir bilmirəm, amma məsələn Üzeyir Hacıbəyli deyərdi ki, bunlar Abrazavoyski olublar. Başa hamısı ədəbazlığın ifadəsidir. Sadəcə Allah, Tanrı deyə bilmir, enerji deyir, evrən deyir, kainat deyir, universum deyir ki, biraz Abrazavoyski görünsün. Hamısı egoizmin ifadəsidir.
Salam, hər vaxtınız xeyir olsun. Bakı vaxtı ilə saat 13:04-ü göstərir. Söhbət budur, dinləyirsiniz. Təqvim 9 yanvarda həftənin 4-cü günü Cuma axşamındayıq. Studiyada günün ikinci yarısına doğru gedən yolların daimi yol yoldaşı Kənan Məmmədlidir. Söhbət budur ki, cəmiyyətdə baş verən o bütün proseslər, həyat keyfiyyətimiz, münasibətlərimizi əsasən iki sahə ilə daha çox belə əlaqələndirirlər. Psixologiya və sosiologiya, bir də daha çox fəlsəfi tərəflərini axtarırlar bunun. Daha çox həyat fəlsəfəsi və bunun kimi adlarla qəbul eləyir bunu, bu məsələni Sıravi Azərbaycanlı. Bəs əslində fəlsəfə nədir? Həyatımızın axarına necə təsir eləyə bilər bu fəlsəfə dediyimiz sahə? Bugün də studiyamızın qonağı, bugünkü məsələ ilə bağlı bütün mövzuları müzakirə edəcəyimiz insan var. Bugünkü qonağımız studiyamızın ekspertinə gəlincə isə seçilən eksperti qarşılayın. Filosof Müşfiq Ötkündür bugünkü qonağımız. Hər vaxtınız xeyir olsun Müşfiq bəy. Hoş gördük. Necəsiz? Sağ olun, teşekkür edirəm. Əl olasınız. Müasir dövrdən gəlin başlayaq ki, baxın, müasir dövrdə qadın və kişi rolları deyirlər dəyişib. Necə dəyişib bu? Bu dəyişikliklər cəmiyyətə hansı təsirləri göstərir və eləcə də hazırki dövrdə insanların fərdi və kollektiv davranışlarına hansı fəlsəfi axınlar təsir eləyir? Liberalizm ən çox daxil olmağa başladı bizim həyatımıza və burada daha çox qadından girdilər. Bilirsiniz, Marx da, Engels bir kitab da yazmışdı bu barədə ki, nigahı kişinin təfəkkürünün məhsulu hesab edirdilər. Ki, kişi mülkiyyət düşüncəsindən nigah yaradıbdır, amma əslində nigah qadının yaratdığıdır. Yəni ilkin ehtimallar məhz qadından irəli gəlib nigah yaranmasına. Yəni nigahın institut olaraq içinə girəndə görürsən ki, bu tamamən qadına bağlıdır. Əgər qadın bunu daşımaq istəmirsə, kişinin bütün səylərinə rəğmən bu yerimir. Qadın daşımaq istəyirsə, hətta kişi cığallıq eləsə belə, bu yeriyir. Ona görə də indi, məsələn, qadını dəyişdirməyə başladılar və buna az qalada nail olublar. Və müasir qadın artıq feministik beyin yuyulmasından keçmiş bir qadın. O min illərin ənənəsindən keçmiş ailəni daşımaq istəmir. Ona görə ailə... Feminizmin kökündə mən deyərdim ki, hətta o kapitalizmin hansısa formada toxumları müşahidə olub vaxtlarda. Çünki qadına güc və qadına sən azadsan, sən müstəqilsən, kişiyə ehtiyacın yoxdur deməkdən, onun sanki, bilmirəm, alıcılıq və daha çox pul xərcləmə ehtiyaclarını sanki göz önünə gətirirlər ki, sən bunu tək də eləyə bilərsən. Yəni, heç kimə ehtiyacın yoxdur, hər şeyi özün elə. Sanki həm kişini ayrı xərclətmək, qadını ayrı xərclətmək kimi, yəni ailə olaraq xərcləmək yox, sən də ayrı xərcin olsun, ayrı xərclə, daha çox al, daha çox tükət. Kapitalizm bundan yararlana bilər. Kapitalizm hər şeydən yararlanmağa çalışır. Amma mən burada daha çox kommunistik düşüncənin ifadəsini görürəm. Bu neokommunizmdir, neomarksizmdir. Hər kəsin bərabərliyi məsələsindən çıxış etdilər. Çünki göz görəsi bir məsələ var ki, qadınla kişi bərabər deyil. Kommunistik düşüncə də həmişə istismar olunan bir sinif axtarır, bir strat axtarır. Onun üzərində qurmağa çalışır işini və burada da o təfəkkür gəlib qadını tapdı ailədə ki, sən ikinci roldasan, sən istismar olunansan, sən hüquqlarını itirirsən. Halbuki bu sistemə girəndə kişi də bir xeyli hüquqlarını itirir. Sadəcə indi ona baxmırlar, qadının üzərindən bu fəlsəfəni yapdılar, qadını da inandırdılar ki, sən daha çox itirirsən və indi qadın o ailəni daşımaq istəmir və faciə budur. Əslində nikah daha çox qadının marağında olduğu bir şeydir. Çünki o doğmalıdır, həyatı davam etməlidir, o özünə erkəyi seçir, o planlama qurur və o marağındadır ki, bir erkək onun qulluğunda dursun ki, o həyatı davam edə bilsin yer üzərində. Dinləyicilərimizə də suallarımız var. Sən dinləyicilər də qoşulsun bu müzakirəyə. Onların da fikirlərini öyrənək.
070 515 1055 WhatsApp nömrəmizdir. Bura yazın, suallarınızı həm bizdən soruşa bilərsiniz, həm də bizim suallara cavab verə bilərsiniz. Eləcə də Ulduz 1055 var. İxtiyarınızda da zəng vura bilərsiniz. Canlı efirdə filosof Müşfiq Ötkündən də suallarınız varsa soruşun. Sizin həyat fəlsəfəniz nədir? Cəmiyyətdə nəyin düz getmədiyini düşünürsünüz? Dinləyicilərin bax bu fikirlərə cavab verməyə, bu suallara cavablandırmağa mənə də maraqlıdır ki, görən dinləyicilər cəmiyyət nə düşünür? Nə bu gün düz getmir cəmiyyətdə? Nəyi necə eləməlidirlər və həyat fəlsəfəsi? Çünki tez-tez eşidirik bunu. Həyat fəlsəfəsi. Nə daxı bu? Sizin fərd olaraq həyat fəlsəfəniz nədən ibarətdir? Davam eləyək söhbətimizə. Başqa bir sual da ki, ailə anlayışı. Biz ailədən danışdıq. Ailə anlayışını fəlsəfi baxımdan necə izah eləyə bilərik? Fəlsəfə buna nə deyir? Ailə həyatı davam etmək üçün uşaq dünyaya gətirmək, onu böyütmək, bugünü sabaha çatdırmaq üçün bir vasitədir. Və ailə həm də ana rəhminin davamıdır. Çünki insan qəlbə varlıqdır da. Məsələn, heyvanlarda da qismən belədir. Amma tutalım ki, bir atın dayçası dünyaya gələn kimi bir neçə saat sonra qaça bilir anasının yalı ilə. Bəzi heyvanlarda da, məsələn, kenqurularda yetişmə gec olur, insanda da yetişmə gec olur. İnsan balası 9 ay anasının qarnında qalır, ondan sonra da bir 15-16 il anasının yanında böyüyür. Onun müdafiə ehtiyacı olur. İstəyir qız olsun, istəyir erkək olsun. Ona görə ana karyera qura bilmir. Ananın əsas karyerası analıqdır. Siz 15-16 il dediniz. Bəzi valideynlər ümumiyyətlə müstəqil fərd yetişdirməkdən o qədər uzaqdılar ki, uşaq deyirəm, əslində 40-45 yaşı var, yenə də müstəqil nə qərarlarını verə bilir, nə öz ayaqlarının üstünə dayana bilir, daim valideynə və dəstəyə ehtiyac olur. Hə, bu düşüncəyə də biz qütblərdən gəldik əslində də. Mən də bir zamanlar elə fikirləşirdim ki, uşağı çox erkən müstəqilləşdirmək lazımdır, qoy özü yaşasın, necə bilirsə. Sonra anladım ki, bu da o qədər doğru deyil. Biraz da daha orta bir yol tutmaq lazımdır. Bu yol necə yoldur? Bilirsiniz, təbii ki, erkən yaşda bəyli təcrübə vermək lazımdır. Amma valideynlər, ağıllı valideynlər özləri də başa düşürlər ki, bir valideynin evladına ötürə biləcəyi ən böyük kapital təcrübədir. Mən məsələn 40 yaşında, 50 yaşında anladıqlarımı 20-30 yaşlarında heç cür anlaya bilməzdim. Ona görə də bir valideyn himayəsi, təcrübə ötürülməsi 60 yaşlarda da davam eləyə bilir, 50 yaşlarda da davam eləyə bilir. Burada heç pis bir şey yoxdur. Təbii ki, artıq müstəqil olan evladın müstəqilliyinə xələl gətirməmək şərti ilə. Yəni burada çox ustaca şey lazımdır. Ta məsələn Avropanın bizə təqdim elədiyi ki, 18 yaşı oldu, uşağın arxasından vurğunla çıxsın, getsin evdən, öz həyatını yaşasın, bütün səhvlər dolu, yeni təcrübələr dolu. Bəs sən nə üçün ata-anasan ki? Bu yetimlik yaranır, bilirsiniz. Müəyyən yaşdan sonra ata-ana da yetimləşir, uşaqlar da yetimləşir. Amma biz Avropanı deyiriksə, Avropada, Qərbdə ümumiyyətlə nə o yetimlik dediyimiz məsələni valideynlər hiss eləyir. Nə uşaq Balaca bir şəhərdə 60-dan 90-a qədər qocalar evi var. Amma onlar bundan xoşbəxtlər axı. Yetimliyin dəhşətidir bu. Mən Əzizi əsasını da, yəni bu fikrə gəlməyimin əsasını nəyə görə deyirəm? Əcnəbi dostlarım, onların yaşayışı, ailələri, böyük ailələri olanlar var. Və onların nənələrinlə, babalarla münasibəti, özlərini müstəqil fərd kimi aparmaqları, qərarlarını özləri verməkləri. Məhz bunları müşahidə edəndə bu qənaətə gəlmişəm ki, kifayət qədər normal qəbul edirlər. Artıq oturuşmuş bir anlayışlardır. Biz buradan baxanda elə bilirik ki, onlar bunun ağrısını, acısını yaşayırlar, yazıq orada tək qalır. Bu qocalar evində xoşbəxtdir. Mən sizə bir şey söyleyeyim. Bayaq biz istismardan danışdıq kapitalizmində. İstismarın ən dərin formalarından birisi də ailə institutunu ləğv edib insanları təcrübəsiz qoymağa əsaslanır. Ki, nəsillər bir-birini, məsələn, ailə deyəndə mafiya, məsələn, o da ailə deməkdir də, İtalyan dilində, elə deyilmi? Bu ailə deyəndə bir neçə nəsli ehtiva edən bir institutdur. İndi məsələn istənilən Azərbaycandan soruşun, ul babasını belə tanımır. Ul nənəsini heç tanımır.
2-3 nəsil o yana heç boylana bilmir və bu normaya çevrildi. Amma fikir verin, həmən o Avropada gedirdin hər hansı bir İngilis ailəsinə, orta əsrlərə qədər şəcərələrini yaza bilirdilər. Bax, bu ailə idi. Eyni şey, məsələn, Çində də elə idi, mən biraz Çinliləri bilirəm deyə, ata-baba kultu çox yüksək idi. Və bizi o keçmişimizdən ayırıb, yalnız bugünə bağlı bir nəslin ailəsinə çevirməklə də bizi istismar edirlər. Biz çox rahat oluruq, onlar üçün yem oluruq, başa düşürsünüz, təcrübəmiz yoxdur axı. Hansısa formada bilsiz necədir? Bunun hər ikisini eyni vaxtda yaşayan Avropalılar və qərb mədəniyyətini yaşayan insanlar görmüşəm. Dediyimiz kimi onlar babasının nənəsini, nə bilim, neçə nəsil şəcərə ağacını belə deyə bilirlər. Amma ən uğurlu ailələr görürsüz ki, onlar bir neçə nəsil şəcərə ağaclarını bilənlərdilər. Doğru. Hə. Amma orta səviyyə üçün, istismar olunan sinif üçün hər şeyi unutduran bir fəlsəfə aşılayırlar. Sanki biz mənfi tərəflərini götürmüşük, mənfi tərəflərini daha çox görürük, ona fokuslanır ki, müstəqildir və salam, bundan gözəl şey yoxdur. Amma o müstəqilliyi yaratmaq üçün də bir ənənə var altında. Yəni birdən bir olmur. Mütləq. O bütün zəngin ailələr hamısı ənənəli ailələrdir qərbin özündə də. Kraliyyət ailələri və s. və oradakı ənənəçiliyi heç nəyi pozmasına da izin vermirlər. Bəs yaxşı, uşaqların tərbiyəsində ənənəvi və müasir fəlsəfi yanaşmalar arasında balans necə qorunmalıdır? Başa düşürsüz, bax indi yaxşı bir yerə gəldiniz, çıxdınız. Uşağın sağlam böyüməsi üçün onun qardaşları, bacıları olmalıdır. İndi ailələr çox balaca ailələr olur. Bir uşaq, 2 uşaq. Uşaqlar normal böyüyə bilmirlər. Bilirsinizmi, bunu çox adam deyib, ananın içində hədsiz dərəcədə böyük sevgi var. Qadın sevgi təşnəsidir. Yol boyu gedəndə itlərə, pişiklərə, qonşu uşaqlarına belə sevgisini verə bilər. Onu Allah elə yaradıbdır. Çox sevgisi var. Və siz təsəvvür edin ki, bu ananın əvvəllər 10-12 uşağı olurdu. İndi bunun bir dənə, 2 dənə uşağı olur və bütün sevgisini yağdırır o uşağın üstünə. Ata-ana bütün sevgisini yağdırırlar tək 1-2 uşaqsa, uşaq egoist böyüyür. Uşaq sağlam böyümür. Uşağın qardaşları, bacıları olmalı idi. İndi biraz iqtisadi məsələyə çox önəm verirlər ki, ay uşağın ayrıca mütləq otağı olmalıdır. Nə olurdu ki, bir yorğan altında 5-6 uşaq yatan vaxtlarda uşaqlar bədbəxtmi olurdular? Ya qardaşının pencəyini, şalvarını geyən uşaqlar bədbəxtmi olurdular? Bu yanlış yanaşmadır ailəyə. ailəyə. Amma psixologiya bununla bağlı kifayət qədər ciddi səbəblər gətirir ki, məhz bu formada 10 uşaq, 15 uşaq olanda valideynlər də sevgini bərabər verə bilmirlər. Hansının hansından üstündürlər və kimsə, təbii ki, burada valideynlər istəyərək bunu eləmir. Amma bir uşaqlıq travması qoyurmuş kimi çoxdur. Yəni bununla bağlı kifayət qədər materiallar da çoxdur. Bütün müasir psixologiyanı mən çöpə ataram. Rahatlıqla. Mən başqa bir psixologiyadan danışıram. Min illərin psixologiyasından danışıram. Min illərin sınağından keçmiş bir psixologiya var. Bir də var müasir psixologiya var ki, özünü inandırmağa çalışır ki, o haqlıdır. Yenə davam edeyim o şeyə. Məsələn, uşağın əmiləri olmalıdır, xalaları olmalıdır. Qonaqlar gəlib getməlidir evə. Uşaqlar bu mühitdə böyüməlidir. Bizim həyatımız elə oldu ki, uşaq artıq qonaq gələndə sıxılır. Uşaq normal tərbiyə ala bilmir. Əmili, babalı, nənəli, böyük bir ailə içərisində böyüyən insan həmişə özünü bir məsuliyyətin içində də bulur. İndi o məsuliyyət də yoxdur. Başa düşürsünüz? İnsan köksüzdür, ot kimidir. Bir tamaşada biz də deyir, ot deyiləm ki, yerdən çıxmamışam ki. Bax, indi biz elə ot kimi olduq. Yerdən çıxdıq. Uzun kökümüz yoxdur. Və bu bizim psixikamıza da təsir eləyir, fəlsəfəmizə də, həyat amalımıza da təsir eləyir. Belə insanla yola çıxanmazsan, kökü olmayan insanla. Ona görə bu psixologiya da bunu əsaslandırmağa çalışır. Travma məsələsi. Travma məsələsinə çox deyinirəm mən. Siz bilirsinizmi ki, biz elə travma ilə böyüyürük. Biz yara ala-ala böyüyürük. Doğulanda anamız travma alır, özümüz travma alırıq. Doğulan kimi həkim yançamıza bir şapalaq vurur, bizə travma verir ki, biz ağlayaq, ciyərlərimiz açılsın. Füzulini oxuyun, Füzulinin şeyində Məcnun dünyaya ağlaya-ağlaya gəlir. Sonraki hər mərhələdə də, məktəbi bitirəndə də biz travma alırıq, ağlayırıq, nə bilim, evlənirik, ata oluruq, ana oluruq. Bizim bütün həyatımız bunun üzərində qurulur. Böyüməyin özü ağrılı prosesdir. Ölmək ağrılıdır, doğulmaq ağrılıdır. Siz harda ağrı görmürsünüz ki? Dərk etmə ağrılıdır. Ona görə, məsələn, filosofların sayı azdır ki,
Bu ümumiyyətlə çox ağrılı prosesdir dərk etmək. Məsələn, fəlsəfə ilə bağlı bilməyənlər üçün deyim ki, varlığın, yəni təbiətin insan təfəkkürünü və idrak prosesinin belə deyək, tabe olduğu bir ümumi nizamdır. Yəni onu öyrənən elmdir. Uyğunluq haqqında elmdir, təbiəti öyrənən elmdir, fəlsəfə daha çox. Bəzən fəlsəfəni qarışıq fikirlərlə səhv salır ki, bu çox qarışıq fikirlərdir, amma məncə içində bir nizam var fəlsəfənin. Fəlsəfənin içində nizam olmalı deyil əslində. Niyə görə deyim? Məsələn, elmdən fərqli olaraq, elm çox mərtəbəli binaya oxşuyur. Burada hər alim bir mərtəbəni tikir, o biri alim gəlir onun üstündəki mərtəbəni tikir. Düzdür, bəzən bu Babil qalasına oxşuyur, əylə-əylə gedir. Elə də ola bilir. Amma bu həmişə bir-birinin üstünə tikilmiş bir şeydir. Fəlsəfə bu baxımdan sənətə oxşuyur. Bu anlama sənətidir. Ona görə bu bir kənddir. Sənətkarlar bir-birinin üstündə yaşamırlar. Kənd kimi hər kəs öz torpağının üstündə öz evini tikir. Birisi heç ev də tikmir, çəlləkdə yaşayır, Diogen kimi. Sən hər birinə qonaq gələ bilərsən, hər birisinin fəlsəfəsini öyrənə bilərsən. Burada elə bir şey yox. Bəzən məsələn mənə sual verirlər ki, mənim savadımı yoxlamaq üçün ki, filan filosof filan yerdə nədir? Deyirəm, heç bilmirəm də. Heç onu oxumamışam da, vaxtım da olmayıb oxumağa. Fəlsəfədə sən mütləq bütün filosofları oxumaq zorunda deyilsən. Riyaziyyatda məsələn az qala bütün riyaziyyatın önəmli bəndlərini oxumalısan ki, irəli gedəsən, fizikada da həmçinin. Amma fəlsəfədə, sənətdə sadəcə olaraq sənin qəlbinin, idrakının qapılarını aça biləcək bir-iki müəlliflə tanış olmaq bəs eləyir. Bir-iki adama qonaq olmaq bir neçə il bəs eləyir. Ona görə bu fəlsəfə kəndə oxşuyur. Bu çox göydələn deyil. Siz də qoşula bilərsiniz bu müzakirəyə. Mənə maraqlı dinləyicilər nə düşünür? Sizin həyat fəlsəfəniz nədir? Cəmiyyətdə nəyin düz getmədiyini düşünürsünüz? Zəng vurun ya da yazın, bugünkü qonağımıza da suallarınız varsa ünvanlayın. Çünki filosof Müşfiq Ötkün qonağımızdır. Amma mən düzü qərbli dostlarım var, məsələn, böyük Avstriyadan bir dostumuz vardı, böyük ailədilər onlar. Hətta necə, mənim elə bir dostum, onun qrup yoldaşdı. Bir də gəldilər bura, gəzdiyi ora-bura. Və gördüm ki, o çox ailəsinə bağlı insandır. Necə, hər miladı bir yerdə keçirirlər. Avstriyada kənddədir, bütün ailələr, nənələri, babaları filan, hamısı bir yerə yığılır. Digərin onunla yanaşı, çox müstəqil fərd kimi öz düşüncəsini, öz qərarını verən bir insan kimi yetişdirdilər. Uşağın onda 2 il bundan qabaq idi, 19 yaşı var idi. Amma bu neyindir? Məktəbi bitirəndən sonra bütün Afrikanı könüllülük proqramınla gəzir və orada kəşf edir ki, bu fotoqrafiyanı çox sevir. Başa düşürsünüz, hər millətin elitası var. Sizin dostunuz ehtimal ki, elitaya mənsub adamdır. Bir də var bıdla. Bıdla hər yerdə bıdladır. O Coca-Colasını sümürəcək, fast foodunu yeyəcək, Netflixinə baxacaq və heç yerdə gəzməyəcək. Bizim problemimiz siz nədir? Əksər hallarda mənə elə gəlir ki, düzdür, problem demək buna nə dərəcədə doğrudur onu da bilmirəm. Biz filmlərə baxıb Qərbi Avropanı daha çox mənimsəməyə çalışırıq. Amma filmlər bizə heç də həqiqəti göstərmir axı. Yox. Məncə yox. Filmlər də həqiqəti göstərmir. Filmlər həqiqəti göstərmirsə kimə lazımdır? Maraqlı olsun deyə baxırlar. Yox da. Fantastika deyil ki. Hətta fantastika belə bizdən danışır. İstəyirsin mövzuya girin, maraqlıdır. Media FM-i dinləyirsiniz dostlar. Siz də qoşula bilərsiniz bu müzakirəyə. Bugün fəlsəfədən, sizin həyat fəlsəfənizin nədən ibarət olduğunu araşdırmaqdan başlamışıq. Çünki qonağımız filosof Müşfiq Ötkündür. Qoşulmaq istəyirsinizsə nömrələri xatırladım. 07515 1055. WhatsApp-da Ulduz 1055-ə də zəng vura bilərsiniz. Bu arada telefon xəttində zəngimiz var. Hər vaxtınız xeyir olsun. Necəsiz Nazim bəy? Ev yox. Yenidən xətti bərpa eləyərik, danışarıq Nazim bəylə. Gəlin suallara gələk. Baxın, mənə çox maraqlıdır ki, biz uşaq tərbiyəsindən danışacağıq ki, uşağın tərbiyəsi ilə bağlı fəlsəfə, müasir və ənənəvi fəlsəfə bizə nə deyir? Başqa bir məsələ də bugün qadın və kişi münasibətlərində ən çox rast gəlinən problemlərin kökü. Nədir sizcə? Ən çox rast gəlinən problemlər qadın və kişi münasibətlərində? Qadın və kişi münasibətlərində qadının
və kişinin kimliyi bəlli deyil, təbiəti bəlli, gizlədilib. Bu təbiətlər arasındakı fərq itirilir. Məsələn, əsrlərlə bir mexanizmlər olub. İndi o mexanizmləri, stereotipləri qırırlar, yenisi də yoxdur. Sanki təbiətə qarşı getmək Təbiət, bu. bəli, bəli. Birbaşa təbiətə qarşı. Ailədə kişi təbii bir liderdir. Bunu Allah belə yaradıb, istəyirsiniz deyin, təbiət belə yaradıb və bu birlikdəliyin gözəlliyi bundadır ki, kişi birinci plandadır, qadın ikinci plandadır. Hər ikisinin gözəl bir komandada yeri var. Məsələn, əskidə nətər olubdu? Kişi məsəl üçün yeməyə gəlib oturardı. Çəkilin, atanız yeməyə gəlir. Ana əməlli başlı lider hazırlayırdı atasından. Və ataya komfortlu olurdu ailədə. Uşaqlar bilirdilər o kimdir və o evin para qazananıdır, o evin qoruyucusudur ailənin. Biz birdən-birə həm ailədə lider qazanırdıq, həm də dövlətdə bir qoruyucu qazanmış olurduq. O psixologiyada kişilər tərbiyə olunurdu. İndi bu bərabərçilik psixologiyasını karşılayırlar. Deyirlər, bir stəkanı mən bir dəfə yuyanda boşqabları bir dəfə də sən yuyacaqsan. Zaten də qadın da işləyir, kişi də işləyir, artıq bütün düzən pozulubdur. Kişi əvvəlki və maaşlar da eynidir. Kişi əvvəlki liderliyini bərpa eləyə bilmir heç cür. Statusunu itiribdir. Taxtdan salınmış padşah kimidir və psixikası yerində deyil. Amma yükləri eynidirsə, məsələn, hər ikisi işləyir, hər ikisi pul qazanır, hər ikisi ailəni saxlamaq, necəsə öhdəliyi yüklənib üzərinə. Evdə də bir də üstünə yükləsin, ancaq sən eləməlisən ev işlərini. Bu yox, məncə bu da qəbul olunmaz. Təbii ki, ədalətlə bu işi nizamlamalıdırlar. Kişi də özünə ekstra yüklər onsuz da tapmalıdır. Əksərində o kişi deyil. Kişi üçün çox önəmlidir ki, o fenomenal bir nailiyyət qazansın öz professional sferasında, ailədə nüfuz olsun. O nüfuz olmasa, o qidalanmır o mühitdən. O psixoloji xəstəlik tapa bilər. Zaten də tez ölürlər. Çünki ürəkləri dözmür, psixikaları dözmür. Qadın sferası və kişi sferası olmalıdır işdə. İndi unisex bir dünyaya girmişik və bu unisex dünyada kimin kim olduğu bilinmir. Yeni psixologiya yaratmağasa təbiətin əleyhinə olaraq mümkün deyil. Siz təsəvvür edin ki, indi bir çox ailələrdə elə bir dəlixana yaranır ki, uşaq elə bilir ki, ailənin əsas şeyi budur, personajı budur. Uşağa bunu təlqin edir ki, sən əsassan, sən önəmlisən. Ailənin mərkəzi sən uşaq olur. Siz indi Dədə Qorqudu bir misal gətirim, deyir, sən sağ ol, atam sağ olsun, bir mənim kimi oğul tapılmazmı olur? Bizim məsəl üçün 11-ci əsrdə babalarımızın belə deyirdilər evladları. İndiki evladlar deyir ki, yox, sizin imkanınız yox idi, məni dünyaya gətirməzdiniz. Mən gəlmişəm dünyaya, məni təminləməlisiniz. Belə bir egoizmə ona görə ki, uşaq da bilmir ki, yeri hardadır ailədir. Amma məncə bu valideynlik borcu filan məsələsi də təbii ki, qaytarılmaz borcdur. Bu nəsildən nəsilə ötürülür də. Hər valideyn övladına dair necəsə borclu, dəstək olmalı və onun böyüməyində, inkişafında bir öhdəlik daşıyır da. Valideyn kultu çox önəmli bir kultdur. İnsanın sağlam böyüməsi üçün. Və məsələn, təsadüfi deyil ki, dinlər mütləq ata-anaya münasibəti birinci, ikinci məsələ kimi ortalığa qoyurlar. Çünki ata-ana ya olan sağlam münasibəti yaranmırsa evladda, o evlad sonradan Allaha da gedən yolu tapa bilməyəcək. Bu arada telefon xəttimiz var. Biz ailədən danışırdıq, qadın-kişi münasibətlərindən danışırdıq. Təbii ki, bununla bağlı müzakirəni istədiyin, yəni səhərə kimi danışardıq, bəlkə də vaxtımız çatmaz. Amma bəzən görürsünüz ki, təbiətdəki qadın-kişi və ailədəki qadın-kişi bəzən bunu fərqli formada qavrayırlar. Çünki tutaq ki, aslanları götürsək, kişilər daha çox yatır, qadınlar daha çox ov eləyir. 18-20 saat yatır mən bildiyim qədərlə erkək aslanlar. Daha çox qadınlar ov eləyirlər. Dəniz atlarında doğumu kişilər eləyir və s. və axır. İnsanlarda bu əslində təbii olaraq necə olmalıydı, bugün necədir və bunun səbəbləri nələrdir? Gəlin bunun səbəblərindən danışaq. Çünki biz burada çox danışıq. Qərb də bunu bizə təlqin eləyən,
və yaxud kapitalizmdir və s. və s. Cəmiyyətlər, nə bilim, düşüncələr, fəlsəfələrdir. Amma əslində necə olmadı? Yəni təbii halı nədir bunun? Təbii halını müqəddəs kitablar çoxdan veribdi. Ki, qadın özünü necə aparmalıdır, kişi özünü necə aparmalıdır, evlad özünü necə aparmalıdır. Və müasir adamlar bəzən deyir ki, bax, bu o qədər önəmli məsələdirmi, siz müqəddəs kitablarınıza da salmısınız. Bəli, bu o qədər önəmli məsələdir. Çox önəmli, ekzistensial məsələdir. Bu insanın xoşbaxtlığını ilə bağlıdır. İnsan özünün kim olduğunu dərk eləməyəndə xoşbaxt da ola bilmir. Bu kimlik məsələsidir bir mənada. Amma niyə görə bunlar dəyişir, bu dəyişimin kökü nədədir? Bu da insanın narsissizminə, özünə vurğunluğuna bağlıdır. Hər zəmanədə insan çalışır özünü elə göstərsin ki, o daha ağıllıdır. O daha qeyri-adidir. Onun egoizmi ona bunu aşılayır. Və o hər zamanda çalışır bu bir dəyişiklik yaratsın özündə ki, məsələn, mənim indiki fəlsəfəm orta əsrlərin fəlsəfəsindən daha dərindir, daha yüksəkdir. Bizim humanizmimiz indi daha yüksəkdir. Bu da indi cəmaatın da günahı yoxdur. Əslində bunu da filosoflar elədilər bu şeyi. Bu da bu dialektika filosoflarından gəldi. Məsələn, ən çox Hegeldən bu yana gəldi və Marksist dialektikadan gəldi ki, həyatı başladılar dialektik oxumağa, həyat inkişaf konsepsiyası kimi bizim gözümüzə qarşılayır. Və ona görə də hər növbəti 10 illikdə yeni bir şey düşünməyə çalışırlar. Başa düşürsünüz? Şeydə də məsələn, təhsildə də çalışırlar ki, nəsə belə qeyri-adi bir şey. Gəl indi interaktiv eləyək. Əvvəllər biz tələbəni öyrədirdik, indi tələbədən öyrənək. Belə axmaq şeylərə qədər gəlib çıxırlar. Niyə? Çünki yenilik olmalıdır. Bu yeniliklə də bağlı mənim ən xoşuma gələn məsələ Molla Nəsrəddinin anekdotudur ki, Molla Nəsrəddin bir gün fikirləşir ki, yeni bir resept fikirləşim. Ağlına bu gəlir ki, sarımsağı bala batırıb yemək. Hər kəs gülür ona ki, sən neyinsən? Deyir, baxın, amma yeni bir şeydir. Bax, bu yenilik dalınca qaçmaq gətirdi, bizi çıxartdı ki, biz yeni humanizm yaradırıq, biz yeni ailə yaradırıq. Halbuki yenisini yaratmaq lazım deyil. Günəş 3000 il əvvəlki, nə bilim, 10.000 il əvvəlki günəş olduğu kimi, ağaclar, göylər, yağışlar əvvəlki olduğu kimi insan da əvvəlki olaraq qalmalı. Təkamül edir axı. Yəni təkamül günəşin nədə olur? Formasını dəyişir. Günəşin özünün deyək ki, ölçüsü dəyişir, yer kürəsinin özü formasını dəyişir. Bunların hamısı dəyişə-dəyişə gedir. Yəni təbiətdə hər bir şey dəyişir. Başa düşürsünüz? Dəyişiklik mahiyyəti ehtiva eləmir. Əgər o mahiyyətə toxunsa, o ölər. Molla Nəsrəddin bir eşeği var idi, ona qənaət öyrədirdi, axırda bircə saman verirdi. Sonra eşeğ öldü. Günəş dəyişir və günəş bir gün sönəcək də. Əgər bu o qədər dəyişsə ki, artıq disfunksiya vəziyyətinə gəlib çatacaq, onda günəş məhv olacaq, kainatımız da məhv olacaq. Yer kürəsində də dəyişikliklər baş verir, iqlimdə də dəyişikliklər baş verir. Amma bunların bir limiti var və o limiti aşarsa, o zaman biz yaşamayacağıq yer üstündə. İnsanın da limiti var, dəyişkənlik limiti var. İnsan öz təbiətindən çox uzağa getməməlidir. Biz niyə görə qədim kitabları oxuyuruq? Məsələn, Homeri oxuyuruq, təkrar bir Odisseya film çəkirlər. Ondan sonra təkrar qayıdıb Hərb və Sülhü çəkirlər. 2 əsr bundan əvvəlki hadisələr. Niyə görə? Çünki bizə maraqlıdır keçmiş. Biz kim idik? Çoxmu dəyişmişik? Bəlli olur ki, biz əslində çox da dəyişməmişik. Əgər oradakı ehtiraslar bizə bu qədər yaxındırsa. Bir şey deyim, məsələn, kainatda biz deyik ki, nəsə dağılır. Amma bu dağıdıcı qüvvənin özü həm də yaradır axı. Bizim kainatı götürsək, galaktikanı götürsək, bu da hansısa böyük partlayışdan əmələ gəlib. Nə bilim, qara dəliklər, kvazarlar və s. Yəni saymaq çox olar bunu ki, bu dağıdıcı qüvvə bir tərəfdən də yaradır axı. Hər dağıdıcı qüvvə yaradan deyil, yaradan ruhdur. Kainatı o Big Bang-dən ruh yaradıbdır. İnsan da yer üzündə bu artıq bir 4-5 min illik təcrübə var da bu sivilizasiyanın. Biz bilirik ki, dağıdanda ancaq arxasında bir ruhani başlanğıc varsa, İsa Peyğəmbər kimi, Məhəmməd Peyğəmbər kimi, Budda kimi, bunlar hamısı həm də dağıdıcılar olublar. Köhnə dünyanı dağıdıblar, amma yenisini də, yeni sivilizasiya da yaradıblar. Ona görə ki, ruhdan başlayıblar. Lakin ruhdan başlamayan dağıdıcılıqlar, məsələn, Fransa inqilabı.
Elə ancaq dağıla-dağıla getdi. Napolyon kimi bir qatil gəlməsəydi, sakitləşdirə bilməyəcəkdi. Rusiyada da Stalin kimi bir qatil gəlməsəydi, sakitləşdirə bilməyəcəkdi. İnqilablaşa gedirdilər. Yaşamağın yönünü itirmişdilər insanlar. Çünki yalnız dağıdıcılıq vardı, arxasında ruh yox idi. Ona görə də o nikbinliyi mən bölüşmürəm ki, hər bir dağınma mütləq yaratma ilə müşahidə olunacaq. Yox, əgər arxasında o dağıdan ruh varsa, onda o bir yeni dünyada quracaq. İnsan niyə daim nəsə istəyir? Məsələn, evli olanda boşanmaq istəyir. Subay olanda evlənmək istəyir. Uşaq olanda böyümək istəyir. Böyük olanda uşaq olmaq istəyir. Bunun kökündə nə dayanır ki, olduğu yerindən qane olmur, daim nəsə bir yeniliyə, məsələn, yenilikdən danışdıq. Yeniliyə ehtiyac duyur. O cahillikdir. O çox güclü bir motivasiyadır. Çünki insan dünyada cahil gəlir dünyaya və cahil yaşayır. Bəziləri müdriklüyə gəlib çıxa bilirlər, sakitləşirlər. Budda deyirdi ki, müdrik sınmış qonqa oxşuyur. Çan kimidir, səslənə bilmir də artıq. Amma birlər səs-küy yaradırlar, nəsə istəyirlər, nəsə arzuları var, nələrsə dalınca qoşurlar. Sayrışan bir təfəkkür yaranır. Bilmir nə istəyir. Qışda yay istəyir, yayda qış istəyir. Qışda qış istəmək lazımdır, yayda da yay istəmək lazımdır. Evlisənsə evliliyi istəmək lazımdır, subaysansa subaylıq istəmək lazımdır. Beləliklə, mən insan özünü tanımağından gəlir. Hardasansa oranı istəməlisən. Biz isə həmişə mümkün olmayan bir şeyi istəyirik. Bu da yaşamamağın ən geniş yayılmış üsuludur. Bilmirəm nə dərəcədə doğrudur, amma mənə görə bu həm də ailədən gələn, daim özümüzün kimlənsə müqayisə olma, yəni özümüzü olduğumuz kimi qəbul eləmirik. Bəlkə də budur. Təbii ki. Yəni, xalqın uşağı həmişə var. Filankəsə bax belələri həmişə var. Daim müqayisə eləməyə və özümüzü olduğumuz halımızla qəbul etməməyə çalışır. İndi müqayisə eləməyə də bilmirik axı. Bu məsələn bizim idrakımız nədən böyüyür? Biz çıxırıq həyətə, evdən, ailədən çıxırıq həyətə, görürük ki, həyətdə başqa uşaqlar var. Və hansısa uşaq səndən güclüdür. Səni döyür. Sən ona tabi olmağa məcbur olursan. Sənin təfəkkürün başlayır fikirləşməyə, bu niyə belədir? Və ya gedirsən məktəbə görürsən ki, fərqli uşaqlar var. Biri səndən güclüdür, biri səndən zəifdir, biri yaraşıqlıdır, biri daha ebəcərdir, biri varlıdır, o birisi kasıbdır. Sən bir sürü sosial informasiya alırsan. Çaşqınlığa düşürsən, pərtliyə düşürsən və bu çaşqınlıqdan və bu pərtlikdən çıxmaq prosesinə deyirlər yetkinləşmək. Ona görə bu çox təbii bir şeydir. İnsanın sayrışan bir təfəkkürdə olması, şizofrenik bir təfəkkürdə əslində. Bəziləri bundan çox bezirlər, bunu bitirmək istəyirlər. O zaman həqiqətə yönəlirlər onlar. O zaman onlar həqiqəti axtarırlar. Tez-tez deyilən suallardan, daha doğrusu fikirlərdən də biri budur ki, qadınlar nə istədiyini bilmirlər. Qadınlar doğrudan da nə istədiyini bilmirlər. Yaxud belə bir şey deyim ki, bugün karyeranı seçmək çox dəbhalalı. Qadınlar karyeranı seçməklə nə itirirlər, nəyi qazanırlar? Bilirsiniz, karyera kişi üçün nə deməkdir? Kişi üçün xoruzlanmaq vasitəsidir. Kişi çox uğurlu olmalıdır karyerasında ki, dişini cəlb eləsin. İndi qadın böyük bir karyera quranda o ətrafına kişi enerjisi yayır. Deyir ki, mən qəhrəmanam, mən uğurluyam ki, bu energetika yan energetikasıdır da, Çinlilərin dili ilə desək, in energetikası deyil, qadın energetikası deyil. Və karyera quran, uğurlu bir şeylər yaratmaq istəyən qadın ətrafında kişi enerjisini səpələyir və çox zaman kişiləri də cəlb eləyə bilmir o adam. Ailə baxımdan çox da mutlu olmaya bilir. Çox vaxt elə olur. Amma ona görə deyirəm, bu uğuru kişi nə üçün istəyir, bu bəllidir. Onun seksual həyatının məqsədidir bu. Ki, çoxlu para qazansın, uğurlu bir kişi təəssüratı yaratsın ki, əks cinsi cəlb eləyə bilsin. Qadının eyni davranışa girməsi ona həmən nəticəni vermir. Feminin bir kişini cəlb eləyə bilər sonuçta o. Alfons cəlb eləyə bilər həmən adam özünə. Ona görə təbiəti həmişə nəzərə almaq lazımdır. Biz gəldik 20-ci əsrdə, 21-ci əsrdə təbiəti nəzərə almadan həyat quruculuğu ilə rastlaşdıq. Ona görə nəticədə nə əldə eləmişiksə odur. Sevgidə və münasibətlərdə
fəlsəfi baxımdan harmoniya necə olmalıdır? Əgər bu qadın, kişi bir-birindən harmoniyanı tapmaq. Çünki bir-birini tamamlayır əslində. Tamamlayır. Birini digərindən fərqli fikirləşmək və ayrı qoymaq yox. Kişi çox ağıllıdır, qadın. Doğrudan bu məsələdə çox tez-tez müzakirə olunur ki, qadınlar ağıllı yoxsa kişilər ağıllıdır? Yəni bunu cavablayaq keçərik digərinə ki, harmoniya. Yəni nə mənada ağıllıdır da, yəni zəka baxımından kişi daha böyük konsentrasiya və daha böyük zəka qoya bilir ortalığa. Bunu bütün bəşər praktikası göstərir və bunu şahmat federasiyaları da çox rahat göstərir. Ki, kişi dünya çempionu ilə qadın dünya çempionu arasında 200 reyting fərq var. Kişilərdə bu fərq olursa, onlar bir taxta arxasına heç risk edib oynamırlar da. Amma doğuşdan beyin strukturuna, yəni 10-15% başa düşürəm. Motivasyon fərqlidir. Motivasyon fərqlidir. Başa düşürsüz? Kişi Allah ona gözəllik verməyibdi. Kişi o gözəl qadını, o üzünü məndən nihan etmək dilərsən, etmə gil. Gözlərim yaşın rəvan etmək dilərsən, etmə gil. O gözəl üzü cəlb eləmək üçün dəridən, qabıqdan çıxmalıdır. Qadının elə motivasiyası yoxdur. Bilirsiniz, baxın bir qadına 2 dəqiqədən bir güzgüyə baxacaq, görəcək ki, gözəldir, xoşallanacaq. Və belə bir varlıq kişi kimi böyük bir yanğı qoya bilmir ortalığa. O ölür, öldürür özünü, onun energetikası başqa cür, hormonları başqa cür axır. Ona görə konsentrasiya başqadır, özünü sübut etmə motivasiyası çox güclüdür. Qadını biz elə bir yarışa qoymuşuq ki, o əvvəlcədən uduzub bu yarışı. Sonra da başlayırıq izah eləməyə ki, yox, neçə min ildir biz qadını mətbəxə pərçimləmişik, ona görə qadın öz istedadını göstərə bilmir. Bu deyilənlər çoxdur. Yanlış bir fəlsəfədir, 3 köpüklük fəlsəfədir. Yəni, bilirsinizmi insan necə varlıqdır? İnsan asfaltı deşən çiçək kimidir. Yer üzündə kimin balaca da olsa bir talantı varsa, o bütün maneələrə rəğmən özünü göstəribdir. Qadın, əgər onda bir qabiliyyət olanda o mütləq özünü göstərir. Marie Curie olur, nə bilim, yazar olur, Charlotte Bronte olur, nə bilim, Judith Polgar olur. Kimin nəyi varsa göstərir. Sadəcə olaraq bu yarışda kişi ilə eyni səhvdə dura bilmir də o. Amma qadın beyni, yəni neyronal şəbəkəsi daha sıxdır. Daha kompakt bir sahədə, daha çox funksionallıq sanki. Çünki zəkanın da bir neçə mərtəbəsi var. Emosional zəkada da qadınlar daha güclüdür. Daha güclüdür, nədir, bilmirəm. Bu baxtarışlar Wikipediyada da deyirlər ki, IQ da bunlarda ən güclüsüdür falandır. Amma şahmatda dünya çempionu ola bilmirlər. Bilirsinizmi, bu manipulativ informasiyalardır. Dediyim kimi son 20-30 ildə çıxan psixologiya falan, elm damğası qoyulan bütün bu tədqiqatlar heç bir ciddi tənqidə, yəni ağıllı adamlar onları ciddiyə almırlar. Bunlar propagandist bir tədqiqatlardır. Bunlar zəmanənin sifarişi ilə yazılan kitablardır. Bilirsiniz, grant əsasında yaradılan yaradıcılıqdır və artıq indi məsələn dünyada gedən söhbətlərə baxın, Trumpın seçilməsi ilə bağlı, artıq bu fəlsəfə çökməkdədir. Bir 10 il əvvəl məsəl üçün bunlara qarşı bir söz deyənə belə çəp baxırdılarsa, indi artıq çəp baxmırlar. Ənənəvi ailəyə qayıdırlar, ənənəvi qadın-kişi münasibəti və açıq-açıq Amerikan prezidenti deyir ki, mən 2 cins tanıyıram, qadın və kişi. Bilirsiniz, bu çox cəsarətli bir çıxışdır. Özləri az qala dünyanı dəyişdirmişlər, indi yavaş-yavaş qayıdırlar. Yox, təbii ki, bu təbiətin kimə qarşı, nəyə qarşı, hansı fikrə qarşı gedə bilsə, təbiətə qarşı gedə bilməz. Bəli, tam razı. Kimsə özünü bu gün oturacaq hiss eləyirsə, bunu çevrilib oturacaq olmayacaq da, yəni belə bir şey yoxdur, absurddur. Napolyon hiss eləyənləri də dəlixanaya salacaqlar. Doğru. Çox maraqlıdır ümumiyyətlə bu müzakirə və biz qadının sevgidə daha doğrusu münasibətlərdən danışırıq ki, sevgi də vəhdətdir. Sevginin gözəlliyi vəhdətdən yaranan gözəllikdir. İki bir-birinə bənzəməyən dünyanın. Çinlilər bunu yaxşı dərk ediblər. Qadın və kişi zəifliklə qüdrətin, zərifliklə sərtliyin, qaranlıqla işığın, rasionallıqla irrasionallığın izdivacıdır.
həsrətidir bir-birinə. Qadın və kişi bərabər deyillər, eyni də deyillər. Çünki onlar eyni və bərabər olsaydılar bir-birinə maraqlı olmazdılar. İki fərqli kosmosdular, iki fərqli dünyadılar və bütövlükdə insan simfoniyasını təşkil edən ayrı-ayrı notlardılar. Yəni ayrı-ayrı melodik motivdilər və onlar birləşirlər. Birləşirlər. Sevginin gücü vəhdətdən alınan səadətdir, gözəllikdir. İndi də bu vəhdəti pozmaq istəyirlər. Yarışa soxurlar bu qüvvələri. Biraz o yarışa soxmaq çabası var. O fikirlə mən də razıyam ki, çox müqayisə olunur. Günahkar tapırlar. Kimsə günahkar tapır. Məsələn, bəzən elə feministlərə rast gəlirəm, deyirlər ki, məsələn, qadın öz həyatını məhv elədi, uşağa baxdı, işlədi. Deyirəm, bəs siz görmürsünüzmü? Minlərlə, mən 90-cı illərdə gənc idim. Minlərlə istedadlı gənclər, oğlanlar getdilər Rusiyaya, Sibirə, ora-bura işləməyə ki, para qazanmaq üçün. Bəs kəndlərimizə gedin, əksərlərində ailə burada qalıb, kişilər hardasa başqa ölkələrdə para qazanırlar ailəsini. Onların karyerası yoxdurmu? Onlar elə yabancı ölkələrdə yaşamaqdan ötürü ürəkləri mi axır? Kişinin də ayrı bir yükləri var və kişilər də bu durumun qurbanıdırlar. Burada tək bir qurban axtarmaq və o biri tərəfi günahkar çıxarmaq bu dağıdıcılıqdır. Bu cür fəlsəfədən qaçmaq lazımdır. Bizi birləşdirən fəlsəfə lazımdır. Bizi vəhdətə gətirən, eşqə gətirən fəlsəfə lazımdır. Siz də qoşula bilərsiniz. Çox maraqlı müzakirə gedir. Heç bölmək istəmirəm Müşfiq bəy sizi. Çox maraqlıdır. Filosof Müşfiq Ötkün bugün qonağımızdır. Qoşula bilərsiniz. Sizin həyat fəlsəfəniz nədir? Onu bizlə bölüşə bilərsiniz. Eləcə də cəmiyyətdə nəyin düz getmədiyini düşünürsünüz. Yazın, zəng vurun. Hələ ki birlikdəyik. Söhbət nədir? Söhbət odur ki, hamı cəmiyyətdə hər şeyi, münasibətləri, yaşadıqlarını necəsə bir fəlsəfə ilə bağlayır, psixologiya ilə bağlayır. Yaxşı, bu nədir bilmək istəyir. Elə sizin də həyat fəlsəfəniz nədirsə yaza bilərsiniz. Bizə 070 515 1055 WhatsApp nömrəmizdə bizə qoşulun. Çünki qonağımız filosof Müşfiq Ötkündür. Müşfiq bəy, fəlsəfə, din və elm. Çoxları bəzən görür ki, bunu fərqli sayır. Bəzən deyirlər ki, yox, dinin özü də elmdir. Mənə görə din İnanc məsələsi daha çox inancın üzərində qurulur və əgər bunu böləsi olsaq, yəni ki, kimlərsə sırf inanc səviyyəsində qəbul eləyirsə, kimlərsə deyir ki, yox, həm də din elə elmin özüdür. Siz bu məsələyə necə baxırsınız? Fəlsəfə bunun arasında durur və bu iki məfhumu, din və elmi ayrı mı görür, birlikdə mi görür? Çox klassik bir sualdır. Niyə görə fəlsəfədə də və dində də, elmdə də ortaq şeylər var və bunları rəqib halına gətirdilər. Özəlliklə elm və dini, fəlsəfəni bir-birinin rəqibi halına gətirdilər. Bunun səbəbi budur ki, hər üçündə ağıl lazımdır. Hər üçündə ağılın yetkinliyi, hər üçündə ağılın dərinliyinə tələbat vardır. Bu baxımdan, məsələn, din özü fəlsəfənin bir formasıdır mənə görə. Bir fəlsəfə yapmaq üsuludur, bir fəlsəfədir ayrıca. Amma dini ehkamlar var bildiyimiz. Siz elə bilirsiniz ki, ehkamlar elmdə yoxdur. Elmdə ona da aksiyoma adlanır. Ehkamdır. Ona görə də fəlsəfədə də ehkamlar var. Biz bir çox anlayışları a priori qəbul edirik və onlardan başlayırıq çıxış eləməyə. Kant məsələn bütün yaradıcılığını buna həsrlədi, göstərsin ki, bizim idrakımız üçün olan şeylərlə manipulyasiya eləyirik. Bizim üçün olan şeylərlə və onların ətrafında fikir yürüdürük. Və hər bir fərd burada hansı dərinlik qoya bilir ortalığa, önəmli budur. Elmi niyə görə dinə qarşı qoydular son əsrlərdə? Çünki o şeyi ki, əvvəllər Allahdan gözləyirdilər, sanki indi elmdən almağa başladılar. Bütün maddi nemətləri, elmi texniki tərəqqi bunlara verməyə başladı. Bütün xəstəliklərdən Allah deyil, elm bunları qorumağa başladı və elmi bütləşdirdilər. Başa düşürsünüzmü? Elm dogmatik yanaşılan hər şeyin ifrat inanc
üzərində qurulan hər şeyin məncə zərərli olduğunu düşüncəsindəyəm. Eləcə də elm. Yox, inanc məsələsi orada elə deyil. Elmi də sorğulamadan əgər ardınca getsən, bunun zərərini görərsən. Siz elə bilirsiniz ki, dini sorğulamadan getmək olur. Məsələ odur ki, Siz Quranı oxuyun, məsələn, təkcə bir Quranı deyirəm, başqa dini kitablar da var da. Deyir ki, bir düşünməzmisiniz bu niyə belə oldu, o biri sivilizasiya niyə belə oldu? Əslində səni düşünməyə dəvət eləyir, sorğulamağa dəvət eləyir. Çünki insanın idraki belə işləyir. Allah bunu çox yaxşı bilir, özü yaradıbdır. Ki, insan bir şeyin səbəblərinə varmasa inam yaranmır. Amma indi bəzi adamlar düşünür ki, inam heç yaranmamalıdır. İnam bizim qəlbimizin xüsusiyyətidir. Biz məsələn tutalım ki, siz riyaziyyatçısınız, məsələn bir integralı həll edirsiniz və 5 dəfə, 6 dəfə həll eləyəndən sonra bir üsulla sizdə inam yaranır ki, mən bu üsulla bu bir integrallarda həll eləyə bilərəm. Doğru. Elə deyilmi? Yəni əslində alim obrazının gözəlliyi həm də ondadır ki, bu adam müəyyən biliklə çox manipulyasiya eləyəndən sonra bir inam hopur onun davranışına, naturasına ki, mən bəzi şeyləri bilirəm. Bu necə olacaq? İnam hər bir halda bizim psixikamızın ayrılmaz bir elementidir. Ailə münasibətlərində, sevgidə, dostluqda inam. Mən bu adamı bir dəfə görürəm ədalətini, 2 dəfə görürəm, 3 dəfə görürəm, sonra məndə ona qarşı inam yaranır. İnam mənim ona olan sevgimi, münasibətimi daha da gücləndirmiş olur. Biz inamı negativ bir şey kimi niyə yorumlayırıq ki? Yəni, inam sənətdə də var. Əlinə fırçasını alan rəssam 100 dəfə etüd çəkdiyi üçün inanır ki, artıq bu mazokla istədiyi rəngi alacaq və istədiyi formanı, istədiyi duyğunu və fikri verə biləcək fırçası ilə. O inamın formalaşması üçün illərlə çalışır o. Ya piyanist inamının formalaşması üçün illərlə qammalar çalır, etüdlər çalır ki, sonra istədiyi melodiyanı, istədiyi melodik fikri ifadə eləyə bilsin, elə deyilmi? O qorxa-qorxa qorxa-qorxa eləyə bilməz bu işi. Ona görə inam məsələsi ilə çox manipulyasiya edirlər. Dində də o kəs inama yüksəlir ki, o kəs böyük biliklər alır Allahdan. Böyük biliklər almadan bərəkətli bir inama gəlmək olmur. Böyük biliklər almadan gəlinən inam fanatın inamıdır. Ona qarşı bir dənə əks argument ver, o hirslənib özündən çıxsın. Baxın, odur. Problem bizdə odur ki, bir çox hallarda din deyiləndə məhz o dogmatik yanaşan, sorğulamadan sadəcə fanatik formada bunu qəbul edən insanlar başa düşülür. Bugün müasir dünyada dinin bu qədər, belə deyək də, ləkələnməsinin ən böyük səbəblərindən biri həmin o fanatiklərin kifayət qədər çox olmağıdır. Düzdür, amma məsələn biz futbol deyəndə Messini təsəvvürləyiriksə, Peleni təsəvvürləyiriksə, burada da din deyəndə Nəsimini, Cəlaləddin Rumini təsəvvürləmək lazımdır. Doğru. Hansısa bir cahil fanatı yox. Doğru. Bu yəni şeyləri doğru örnək seçmədən. Eləcə bizə deyirlər ki, siz Azərbaycanlılar Moskvada düşürlər, bazarda işləyə bilərsiniz ancaq. Elə deyilmi? Kimi çox görürlərsə, onun üzərindən Azərbaycanlar haqqında fikir yürüdürlər, müsəlmanlar haqqında fikir yürüdürlər. Bu yanlış yanaşmadır. Bugün kainat deyilən söhbət var. Yəni dinin içərisində artıq bu da gəlib çıxıb ki, əvvəllər insanın bir istəyi, arzusu olanda əlini açırdı, tutaq ki, göylərə dua edirdi, Allaha dua edirdi. Bugün artıq o tanrılar da, ilahi qüvvə də adını dəyişib. Kainat var, evrən var, təbiət var. Enerji deyənlər var. Enerji çoxdur, bunların sayı çoxalır. Müxtəlif, yəni arzuları da ondan istəyirlər. Məsələn, rituallar var. Nəyisə həyata keçmək üçün meditasiyalar var. Bunlara münasibətiniz nədir və fəlsəfə nə deyir bundan bağlı? Fəlsəfə nə deyir bilmirəm, amma məsələn Üzeyir Hacıbəyli deyərdi ki, bunlar Abrazavoyski olublar. Başa hamısı ədəbazlığın ifadəsidir. Sadəcə Allah, Tanrı deyə bilmir, enerji deyir, evrən deyir, kainat deyir, universum deyir ki, biraz Abrazavoyski görünsün. Hamısı egoizmin ifadəsidir. Meditasiya özü çox ciddi bir şeydir. Yoganın verdiyi sosial psixoloji, fizioloji bir sistemdir. Mən özüm onu öyrənmişəm bir vaxtlar, yəni tətbiq də eləyirəm. O ciddi bir elmdir, yoga elmi. Meditasiyada insanın relaks olaraq
təbii ayarlarına geri dönməsini təmin edir. İnsan adətən çox rahat ayarlarından çıxır. Birisi tərs söz dedi, birisi pərtələdi onu, həyəcan keçirdi, insan ayarlarını itirə bilir. Meditasiya insanı öz ayarlarına qaytarmaq sənətidir. Ən təbii halımıza qayıtmaq sənətidir. Hə. Meditasiya və yoqadan danışarıq. Vaxtımız birinci saatdakı vaxtımız yavaş-yavaş yekunlaşmaqdadır. Mən istəməzdim söhbətimiz yarımçıq qalsın. Gəl ikinci saatda da biraz danışaq. Söhbətləşək və bir neçə sual var. Məhz bu meditasiya, yoga ilə bağlı məni maraqlandıran. Düşünürəm ki, əslində o ilk təbiətinə qayıtmaq insanın, ən təbii halına dönüşü məsələsində müzakirə olunacaq və açıq suallar var. Qoşulun bizə sizdən. Bir daha hər vaxtınız xeyir olsun deyirəm. Yeni qoşulanlar varsa onları da salamlayırıq. 9 yanvar tarixli efirimizin ikinci hissəsinə keçid edirik. Birinci saatda uzun-uzun danışdıq. Fəlsəfənin bugünkü həyatımıza təsiri nədən ibarətdir? Necə yaşamalıyıq? Çox sağ olsun dəyərli qonağımız filosof Müşfiq Ötkü də bu məsələlərə izah verdi, aydınlıq gətirdi. O məsələdə qalmış ki, meditasiya. Aha. Meditasiya bir növ insanın biz deyirik ki, təbiətinə qayıdışdır və burada həm fizioloji olaraq bədənimiz, fiziki bədənimiz, həm ruhsal dediyimiz o şuur altında təhtəl şuurun vardığı bir yerlərdən danışırıq da. Biz daha çox uşaqlığımıza qayıtmağı bir çox hallarda təbiət. Çünki bizim ən təbii halımız uşaqlıq halımızdır. Heç nədən qorxmuruq. Yəni qorxuların özü də sonradan qazanılır. Bir çox hallarda düz genetik qorxu dediyimiz məsələ var ki, bunun da şahid olur. Hətta aparılan araşdırmalar da genetik qorxu olduğunun belə deyək, sübutunu yetirib. Bəs yaxşı, biz uşaqlığımıza qayıtmaq, meditasiya yolundan təbii halımıza dönüşü əgər ehtiva edirsə bunların hamısı, niyə bir çox hallarda cəmiyyətlər, quruluşlar, nə bilim, müasir elm və sosial şəbəkələrin özdə bizə hansısa formada bunu olmaz, onu olmaz deyir. Axı biz bir çox hallarda düşüncə tərzindən, yəni necə izah edeyim? Tutaq ki, Elon Musk'a ətrafında olan insanlar bir çox hallarda dəli kimi baxırlar. Çünki fikirlərinin əksər hissəsi durduğumuz yerdən baxanda qeyri-real görünür. Yəni kosmosda koloniya olsun, bir növ onun ətrafındakı insanlar buna dəlili kimi baxırlar ki, o mümkün deyil. Amma uşaqların kifayət qədər geniş fantaziyası var. Yəni necə düşünürsünüz? Biz əgər hamımız meditasiya və yoga eləsək, hamımız xəyal gücümüzün imkanlarını kifayət qədər genişləndirsək, bu bir növ dünyadakı o daha güclü maraq dairələrinə zid bir davranış olmazdımı? Əslində o Elon Musk və onun komandası meditasiya eləməyi bacarsaydılar, bu cür axmaq fikirlərə də düşməzdilər. Niyə axı? Adamlar bildiyiniz həyata keçirir ideyalarını, fikirlər. Onlar həqiqətən də bəşəri dəliliyin üzərindən para qazanırlar. Bilirlər ki, bəşər özünü itiribdir. Bəşər sıyrılıb özündən qaçmaq istəyir, Marsa qaçmaq istəyir, göyə çıxmaq istəyir. Bizdə ifadə var, elə bir ki, göyə çıxmaq istəyir. Yerlə göylə əlləşir. Özündə deyil, sakitləşə bilmir heç cür. Özü ola bilmir, özünə qayıda bilmir. Ona görə də sıyrılıb göyə çıxmaq istəyir, havalanıbdır. Sözün pis mənasında. Və bunu da istismar edirlər. İnsanlara rahatlıq lazımdır. Ona görə məsələn çip yerləşdirməyi düşünürlər insanın başına. İnsan həp ancaq rahatlıqla uğraşmaq istəyir. Elə bilir ki, rahatlıqda böyük bir səadət var. Yoxdur əzizim o rahatlıqda o səadət. Məhv aparır sizcə? Bəli. Bəli, rahatlıqda o səadət yoxdur. Məsələn, sadə bir fakt deyim də, biz sürətli avtomobillər yaratdıq, elə deyilmi? Ki, böyük sürətlərə ulaşaq. Nəticədə axşam vaxtı Bakıda at arabasının 10 dəqiqəyə gedə biləcəyi yolu avtomobillə 1 saata gedib çıxa bilmirik. Bunun səbəb əslində başqadır. Məncə şəhər salma və deyək ki, nəqliyyat infrastrukturu. Yəni New Yorkda bilmirlər də, Vaşinqtonda bilmirlər. Bütün böyük şəhərlərin bəlasıdır bu. Bu sivilizasiyanın xəstəliyidir. Amma hamı toplanıb bir yerə, amma bir yerdən para qazanır, aktivlik buradadır və bir-birlərinə mane olurlar. İnkişaf özünün tam tərsinə gəlib çıxır. Və ya məsələn tutalım ki, paltaryan maşın ən böyük kəşflərdən birisidir də. Paltaryan maşın düzəldiblər, nə bilim, qabyan maşın düzəldiblər ki, qadınların işini asanlaşdırsın. Siz elə bilirsiniz ki, uşaqlar daha çox zaman əldə eləməyə başladılar analarından.
Analar daha çox nağıl oxuyurlar uşaqlarına, vaxtlarını TikTokda və Instagramda keçirirlər. Çox böyük paradoksdur. Çünki insan komforta girməsi ilə insanın müdrikləşməsi eyni deyil. Bizə indi müasir adam fikirləşir ki, mənim həyatım sırf komfort olsa mən xoşbəxt olacağam. Olmayacaqsan. Tam sənin həyatın nə qədər komfort olsa belə, sən xoşbəxt olmaya bilərsən. Sən həyatının mənasını belə itirə bilərsən. Hətta bəzən faydalıdır ki, sən biraz işləyəsən ki, başın xarab olmasın. Avaraçılıqdan 100 axmaq yola girərsən. Məsələn, əskərlikdə, yadıma gəlir, Sovet ordusunda bizi çalışırlar ki, əskərləri həmişə bir şeylə məşğul etsinlər. Çünki avara əskər böyük bir təhlükə deməkdir. Məktəbdə də bu belədir. Əgər məsələn 5 dəqiqə sinfi qoyub çıxasan bayıra, görəcəksən ki, dağıdırlar uşaqlar sinfi. Sakitcə oturmayacaqlar. Mütləq nəsə bir şey eləyəcəklər. İnsan yeni nəsə kəşf eləmək yerinə, yəni faydalı nəsə kəşf eləmək yerinə, zərərli məsələlərlə məşğul olmağı daha çox üstündür. Yəni buna daha çox meylənir. İnsan nə qədər ki özünü dərk eləməyibdir ki, bu da çox çətin bir vəzifədir, amma ən böyük vəzifədir. Məsələn, Sokrat bir dənə bu sözü qoymuşdu ki, özünü dərk elə. Ən böyük sözü bu idi onun. Nə qədər ki insan bunu yerinə yetirməyibdir, insan çox təhlükəli bir varlıqdır. Onun ipinin üstünə odun yığmaq mümkün deyil. Və o da özündə olmadığı üçün, özü olmadığı üçün istənilən axmaqlıq eləyər. Bax, biz bayaq meditasiyaya gəldik, çıxdıq və sonra qadın-kişi münasibətlərini müzakirə edirdik. Şərqin müdriklüyü budur ki, insanın xilası özünə qayıtmaqdadır. Fabrika ayarlarına qayıtmaqdadır, uşaqlığına qayıtmaqdadır. Böyük, məsələn, yaradıcı dühalar həp uşaqlıqlarını çəkərlər. Bergmanlar, nə bilim, Tarkovskilər, Tolstoylar, uşaqlıq motivləri ətrafında dolaşarlar. Çünki orada çox böyük bir enerji yatır həmişə. İnsan özünü dərk eləmək istəyirsə, öz ilkinliyinə boylanmalıdır. Ona görə də şərq reseptləri özünə dönməkdə axtarır. Qərb isə resepti özündən çıxıb irəliyə getməkdə axtarır. O isə dəlilik yoludur. Deyirlər ki, məsələn, xoşbəxtlik bir andır, gəlir və gedir. Bəs Müşfiq bəy, xoşbəxtlik nədir? Hissdir, reaksiyadır. Çünki mən fikirləşəm ki, xoşbəxtlik daha çox reaksiyadır, hiss deyil. Hadisələrə bizim verdiyimiz reaksiya ilə bağlıdır. Bu, bilmirəm, hiss deyil, sadəcə reaksiyadır. Reaksiyanı veririk, ondan sonra artıq nəyisə hiss edirik. Xoşbəxtlik məncə o deyil. Xoşbəxtliyi bu cür anlayanda, xoşbəxtlik, bu anlayışın üzərindən istehlak cəmiyyəti yarandı. Məsələn, müasir istehlak cəmiyyətinin sevinci nədir? Sən yeni bir əşya alırsan, premium telefon alırsan, nə bilim, araba alırsan, ev alırsan və bu sənə xoşbəxtlik verir. Ona görə hər il bu xoşbəxtliyi yaşayasan deyə bütün bu arabalar, telefonlar hər il yenisi yaradılır ki, insan yenidən xoşbəxtlik yaşaya bilsin. Və insanlar bir şey alanda xoşbəxt olur, o reaksiyadır. Amma xoşbəxtlik isə keçmişdə bu deyildi. Məsələn, dastanlarımızı oxuyun, xoşbəxtlik daha çox sevgi ilə əlaqələndirilirdi. O sevdiyin adamı tapmaq, ona qovuşmaq və onu ilə xoşbəxt olmaq vardı. İndi bu deyil. İndi bundan çıxıbdır, o reaksiyalara bağlıdır. Ona görə ailə də möhkəmliyini itiribdir. İnsanlar tez-tez boşanıb, tez-tez evlənmək istəyirlər ki, mümkün olduğu qədər bu reaksiyaları yaşaya bilsinlər. Amma mən bunu tək hərəkətli dediyimiz reaksiyada görmürəm. Yəni bu deyil əslində. Məsələ odur ki, əlimizdə olanlar, içində olduğumuz necə balıq suyun qədrini bilmir. Balıq sudan çıxarılandan ancaq onu bilir. Biz də zamanın içində yaşayırıq. Yəni, zamandan çıxarıla bilmirik deyə zamanın nə olduğunu bilmirik. Elə zamanın özündə əlimizdə olanlar, bizim belə deyək, yaşadığımız həyatın özü. Baxın, bununla birlikdə xoşbəxtəm. Mən bu gün yaşayıram, işə gəlmişəm, işdə danışıram, Müşfiq bəydir qonağım. Bu məni xoşbəxt eləyir. Yəni bunu baxıb bu verilişə verdiyim reaksiyadır xoş. Bunu nəzərdə tuturum. Əslində yeni bir şey yox. Bugün mənə yeni telefon verdilər. Nə yaxşı sevin. Təbii ki, bundan sevinirəm. Məni xoşbəxt edir. Amma yenisini axtarmaq daim yox. Bundan da daha yaxşısını alım. Yaxşısı həmişə olacaq. Xoşbəxtlik mənə görə insanın həqiqətlə təmasından yaranan bir şeydir.
Ona görə özünü dərk etməklə bağlıdır xoşbəxtlik. İnsan həqiqətlə əlaqəsi varsa, mən məsələn öz təcrübəmdən deyirəm, onu yaşayandan sonra başa düşürsən ki, ən böyük xoşbəxtlik həqiqətlə təmas yarada bilməkdən irəli gəlir. Və sonra o təması da itirmək istəmirsən. Bütün həyatını düzürsən bunun ətrafına. Buna Allahla əlaqədə deyirlər. Məsələn, ibadətdə olan insanlar bütün həyatını ibadət üzərində qurur. O nədir? O Allahla olan bağı qorumaq formasıdır. Xoşbəxtlığı qorumaq formasıdır. Ona görə xoşbəxtlik mənə görə ani deyil. Xoşbəxtlik həqiqəti tapmaqla, həqiqətə qulluq etməklə bağlı olan bir prosesdir. Həqiqətə qədər insan xoşbəxt olmur. Yəni ani sevinclər deyil də, xoşbəxtlik daha dərin və mənəvi bir şeydir. O yarın axtarılması da ki, dastanlarda var idi, o da bir simvol idi. Yar əslində Allahdır. Onu tapana qədər sən bədbəxt olursan, onu tapandan sonra xoşbəxt olursan. Onlar nicat tapanlardır deyilir. Və sənin bütün həyatın, ölümün, yaşayışın, hamısı artıq bu xoşbəxtliyə bələnmiş olur. Hətta ölüm belə o xoşbəxtliyi səndən almır. Allah hər kəsə elə bir xoşbəxtlik qismət eləsin. Amin. Sosial şəbəkələrdən də danışaq. Çünki bugün həyatımızın çox böyük bir hissəsini tutub. Sosial şəbəkələrin inkişafı, insanlar arasında münasibətlərə, fəlsəfi baxımdan hətta deyərdim, necə təsir eləyib? Bugün olmadığı dövrdə nələr idi? Münasibətləri necə qiymətləndirdiniz və bugün nə baş verir və gedişat hara aparır bizi? Sosial şəbəkələr yeni bir hadisə deyil. Bunu nə bilim rizoma ilə əlaqələndirirlər, postmodern fəlsəfə ilə. Yeni bir şey deyil. Sosial şəbəkələr qohumluq münasibətləridir. Əvvəllər biz qohumluq və dostluq münasibətləri içində olurduq. Düşürdük məsələ həyətə, o dostlarımızla, qohumlarımızla ünsiyyətdə olurduq məhəllədə, bacada və bu bizə komfort verirdi. Tanıdığımız insanlarla ünsiyyət etmək, doqqazda söhbət eləmək və s. qeybət qılmaq ki, nənələr eləyərdilər. Bu bizim həyatımızın canını təşkil edirdi. Və ya dastan danışırdı birisi, hamı ona qulaq asırdı. Məsələn, aşıqlar dastan danışardılar. Sosiallaşma metodumuz oydu. Təbii, bundan ləzzətli heç nə olmayıbdı insan həyatında. İndi biz elə bir vəziyyətdə yaşayırıq ki, bir-birimizə gedib çata bilmirik, fərdiləşmişik. Bunu şüşə arxasından edirik, ekran, monitor şüşəsi arxasından edirik. Məsələn, birisi bir dastan danışır, status yazır. Biz otururuq orada, onu oxuyuruq, rəy yazırıq, like eləyirik. Bu saatlarımız, bu məclislərimizin əksəriyyəti virtual olur. Və ya məsələn, birisi bir video qoyur, biz oturuq onu qulaq asırıq və şərh yazırıq. Bu əslində canlı ünsiyyətin surraqatıdır. Biz surraqata sevinirik əzizim. Biz elə bir dünya, biz yeni bir şey yaratmadıq. Biz real münasibətləri ki, əl atıb insanın əlindən tuta bilərdik, onun istisini hiss eləyə bilərdik. Camilərdə, nə bilim, kilsələrdə, məscidlərdə, məhlə-məhlə oturub insanlar bir-birinin həyatı ilə ilgilənirdi. İndi biz sosial şəbəkələrdə followerlər ordusu ilə ünsiyyətdə oluruq. Ani sevinclər yaşayırıq. Like olsun, nə bilim, bəyənmə olsun, şərh olsun. Yəni yeni bir şey deyil, amma surraqatıdır. Olmuş bir şeyin saxta bir versiyasıdır, surraqat bir versiyasıdır. Ona görə də tətmin olmamız da yoxdur burada. Yəni sənin 3000, 6000 dostun ola bilər, 10.000, hətta 1 milyon subscriber'ın ola bilər sənin hansısa bir kanalda, amma sən tənhalıqdan ölə bilərsən. Kütlə içində yaşanılan tənhalıq deyir, tənhalıqların ən çətini və ən qəddarıdır biraz. Biz seçdik bunu, biz saxta şeylər seçdik. Biz həqiqi şey, bunu hələ Anderson var idi, bir nağılçı, nağıllar yazırdı. Onun məsəl üçün Şahzadə və Donuz Otaran nağılı var. Orada ilk dəfə bunu göstərir ki, insanlar artıq saxta şeyləri, dəyərləri seçdilər, həqiqi dəyərlər əvəzinə.
O şahzadə oğlan şahzadə qıza gətirir qızıl gül bağışlayır. O şahzadə də deyir ki, bu brilyant deyil, mən elə bildim bu brilyantdır. Deyir, yox, əsl qızıl güldür. Gün o gün oldu ki, qızlar əsl qızıl gülü deyil, şüşədən və yaxud düzəldməyə bir texniki vasitə olan bir gülü dəyərləndirməyə başladılar. Sonra o donuz otaran formasına girir və müəyyən texniki oyuncaqlar gətirərək o şahzadənin qəlbinə yol tapır. İstiqamət buna getdi. Biz belə bir dünyaya doğru getdik. Biz həqiqi olan şeyləri, həqiqi ağacları dekorativ ağaclarla əvəz elədik. Həqiqi gülləri süni saxta güllərlə əvəz elədik. Biz həqiqi interyeri dekorativ gerçəkliklərlə, studiyalarla əvəz elədik. Bu bizim seçdiyimiz dünyadır. Son olaraq bir şey maraqlı gəldi. Səmimiyyət və yalan. Bu iki anlayış münasibətlərin inkişafında hansı rol oynayır? Səmimiyyət çox böyük bir talantdır. Allahın insana verdiyi bir lütfdür. Kimdə səmimiyyət gücü yüksəlirsə, o adam xoşbaxtlığı tapacaq axırda. Məsələn, Musa Peyğəmbər üçün Quranda deyilir ki, o səmimi idi. Səmimi olanlar həqiqəti tapırlar gec-tez. Amma insan yalan danışanda özünə ən böyük zülm eləyir. İnsan yalan danışanda öz ürəyini qapatmış olur. O ürək sözə həssaslığını itirir və sonra həqiqətlə rastlaşsa belə onu tanımır. Təsəvvür edin ki, sevgilisini axtarır, o ilə rastlaşır və onu tanımır. Belə bədbəxtlik olmaz. Yalancı özünə belə bir zülm eləyir. O sözə olan inamını baltalayır, kökünü baltalayır. Bir növ insanlar arasında olan inamın sarsılması... Yalancı ən çox özünü aldadır. Bax budur. Maraqlıydı doğrudan da Müşfiq bəy. Təşəkkür edirəm dəvəti qəbul edib gəldiyiniz üçün. Xoş söhbət üçün bir daha təşəkkür edirəm. Çox xoş oldu sizdən danışmağa. Ümid edirəm yenə görüşərik, yenə danışarıq. Çünki fəlsəfə və həyat qanunları, təbiətdə insanın və digər canlıların davranışı elə bir mövzudur ki, danış bitməz və zamanla kənar təsirlərdən bu daim dəyişir. Daim düşünürəm ki, necəsə müzakirə və dediyimiz o ilkin formaya qayıtmağa necəsə ehtiyac var. Mən də sizə təşəkkür edirəm. Sağ olun. Dinləyici